Hər vaxtınız xeyirli olsun, əziz tamaşaçılarımız. Hər birinizi xoş gördük və nəzərinizə çatdırım ki, Sağlıqla bu buraxılışında biz qaraciyər xəstəlikləri haqqında danışacağıq. Studiyamızın qonağı isə Nərgiz Klinikasının baş həkimi Məlahət Qəhrəmanovadır. Xoş gəlmişsiniz Məlahət xanım. Məlahət xanım, qaraciyər xəstəlikləri, bu da yəni aktual olan problemlərdən biridir və maraqlıdır. Qaraciyər xəstəlikləri dedikdə nələr nəzərdə tutulur? Təbii ki, orqanizmdə mühüm orqanlardan biri də, yəni bütün orqanlar mühümdür orqanizm üçün, amma qaraciyərin özünə məxsus yeri var. Ona görə ki, həzm prosesində qaraciyərin əvəz olunmaz yeri var. Orqanizmin həmi demək olar ki, vitamin deposu sayılır, həmçinin baryer funksiyası daşıyır. Orqanizmdə olan demək olar ki, bütün zəhərli maddələrin zərərsizləşdirərək öd kisəsinə ötürülməsində qaraciyərin çox böyük mühüm rolu vardır. Təbii ki, bütün toksiki zəhərlənmələr, infeksion xəstəliklər, bakteriyalar, istər parazitlər təbii ki, orqanizmdə qaraciyər tərəfindən filtravac olunur və öd kisəsinə ötürülür. Bu öd turşusunun məhlulu demək olar ki, qaraciyərdə sintez olunur ki, bu da orqanizm üçün mühüm bir rol oynayır. Ona görə də qaraciyər xəstəlikləri dedikdə, bu ən çox, məsələn, qadınlara nisbətən öd kisəsinin problemi ən çox, məsələn, qadınlar arasında daha çox geniş yayılır. Amma qaraciyərin funksiyasını pozma, qaraciyər xəstəlikləri ən çox kişilər arasında demək olar ki, daha çox yayılmış. Statistik məlumatlara görə ən çox üstünlük təşkil eləyir kişilər arasında. Burada da təbii ki, həm pis vərdişlər, həm qida rejimi, həm həyat tərzi, həm insan orqanizmində olan müəyyən fəsadlar qaraciyərdən yan ötüşmür. Burada əsas amillər nədir? Burada ən çox, məsələn, alkohollu içkilərə meyillilik, həddən artıq siqaretin çəkilməsi, kimyəvi dərman preparatlarından uzun müddət istifadə etdikdə, ya kimyəvi zəhərlənmələr, istərsə də bakteriyalar, infeksiyalar qaraciyərə öz mənfi təsirini göstərir. Ümumiyyətlə, orqanizmdə yaranan bakteriyoloji, demək olar ki, xəstəliklər içərisində, yəni həmçinin də infeksiyalarda, viruslarda, demək olar ki, hepatitlər özünə məxsus yer tutur. Hepatitlər dedikdə, biz ən çox, məsələn, xroniki hepatitlərdən danışmaq istərdik. Ona görə ki, xroniki hepatitlər yəni Budki xəstəliyindən sonra sarılıq el arasında belə adlanır. Sarılıq tutan hər bir insanda sonradan qaraciyərdə öz izini qoyur. Burada ən çox, məsələn, viruslardan, hepatit virusları B, C, bu indiki zamanda çox-çox geniş yayılmış bir mövzudur. Yəni, bu sıvrıtışın hepatitlər, yəni yoluxma, qanla təmasda olan insanlarda, xəstə insanlardan yoluxur. Amma bir şey yaddan çıxartmaq olmaz ki, xroniki hepatitlər dedikdə, yəni 6 aydan artıq sürən infeksion xəstəliklər, bu qaraciyər zədələnmələri xroniki hepatitlər sayılır. Xroniki hepatitlər həm soyuq dəymə nəticəsində yaranan uzun müddət qaraciyərin funksiyası pozulduqda, qaraciyərdə pi infiltrasiyası olur, qaraciyərdə deyirlər piylənmə var. Bu piylənmə də protokları tutduğu üçün qaraciyərin təbii ki, funksiyasını pozur. Həmçinin də ümumiyyətlə, öd yolunda olan, yəni diskiniziyadır, öddə olan durğunluqdur. Bu, özü də qaraciyərə mənfi təsirini göstərir. Həmçinin də orqanizmdə yaranan, bayaq qeyd etdiyim kimi, xroniki hepatitlərdən sonra qaraciyərdə müəyyən fəsadlar yaranır ki, bu da uzun müddət nəzərdən qaçır və qaraciyərdə həmişə qeyd elədiyimiz kimi, yəni ağrı olmadığı üçün xəstələr həmişə çox arxain olur və burada proses çox gizli gedir. Ona görə də xroniki hepatiti olan xəstələr çox vaxt bunu hiss etmədən qaraciyərin ağırlaşması olduqda, bəzən asit olduqda, yəni qaraciyərə, qarın boşluğuna su yığıldıqda belə, hətta ən ağır formada belə onlar özlərində heç vaxt ağrı hiss etmirlər. Amma onlar ən çox şikayət edirlər köpdən, gəyirmədən, ürək bulanmadan, öyümədən. Bəzən belə olduğu halda laborator müayinələr zamanı qaraciyər testlərində görürsünüz ki, dəyişikliklər olur, asadda görürsünüz ki, güclü dəyişikliklər nəzərə çarpır, bilirubinin artması müşahidə olunur və bu kimi hallar gördükdə xəstələr bəzən demək olar ki, qaraciyərdə yaranan patologiyanı aşkarlamış olurlar. Belə normal halda isə onlar qaraciyərdə gedən patologiyaları hiss eləmirlər.
Qaraciyərin funksiyası pozulduqda orqanizmdə həmçinin də bir çox xəstəliklərin demək olar ki, kəskinləşməsi müşahidə olunur. Mədə-altı vəzdə qalan öd qalığı, xroniki pankreatitin yaranması, öd daşlarının əmələ gəlməsi, ödün funksiyasının pozulması bu birbaşa qaraciyərlə əlaqəli olur ki, bu da sonradan ağır nəticələrə gətirib çıxarır. Çünki belə olduğu halda, məsələn, bilirik ki, sonda serroza çevrilir. Bu da yəni əgər vaxtında qaraciyərin müalicəsi düzgün aparılmazsa, uzun müddət qaraciyərdə yəni müayinəsiz qalarsa, qaraciyərin funksiyasının hansı formada olduğunu həmin o hepatitli xəstələr ki, yəni çox vaxt deyirlər ki, uşaq vaxtı keçirmişdim. Yəni çoxdan olan bir xəstəlikdir. Müalicə aldım, keçdi. Bu heç də belə deyil. Ona görə ki, bu xroniki hepatitlər uzun müddət görürsünüz ki, orqanizmdə gizli olaraq daha kəskinləşmələrə gətirib çıxarır. Məlahət xanım, doğrudan çox ətraflı məlumat verdiniz. Həm deməli, hansı xəstəliklər ola bilər, qaraciyər xəstəliklər deyib də nəzərdə tutulur və əlamətlərini də dediniz, hansı əlamətlərdir və yaranma səbəblərini də dediniz. Artıq özünüz hər bir, yəni bu mövzuların hamısına toxundunuz və maraqlıdır. Ümumiyyətlə, qaraciyərin özü zədələnməyə meyillidirmi, tez meyillidirmi və müalicəsi necə və müalicəyə tabi olandırmı, necə? Təbii ki, çox gözəl vurğulayırsınız. Burada belə bir şey var ki, qaraciyərin funksiyasını bərpa etmək üçün normal ildə 2 dəfə həmin insanlar müalicə götürməlidirlər. Əgər bu orqanizmin yəni toksinlərdən təmizlənməsi üçün, yəni o uzun müddət medikamentoz müalicə alan insanlarda o demək olar ki, qaraciyərdə toplanır və qaraciyər zədələnmələrinə daha da kəskinləşdirir. Belə insanlar var ki, onlar məsələn nə vaxt olsa sarılıq keçirirlər və bunu nəzərdən qaçıraraq başqa bir xəstəliklə, ya baş ağrısından, ya bir mədə bağırsaq xəstəliyindən. Çünki belə insanlarda həmişə diskomfort olur. Onlarda mədə bağırsaqda köpün olması və ishalın olması, bəzən belə insanlarda uzun müddət qəbizliyin olması müşahidə olunur ki, bunlar da bunu nəzərə almadan uzun müddət demək olar ki, müəyyən çaylardan, müəyyən medikamentoz müalicələrdən geniş istifadə edirlər. Bu özü də təbii ki, qaraciyəri yüklüyür. Həmçinin də qaraciyərdə yaranan o patologiyaları aradan qaldırmaq üçün çox gözəl vasitə, həmişə qeyd etdiyimiz kimi yenə mən ödün yuyulmasına, prosedurasına toxunuram. Ona görə ki, ödün yuyulması bizdə zonsuz üsulla aparır. Amma qaraciyərin tam təmizlənməsi, qaraciyərdə kalsinatlar olur, bərkimələr olur. Qaraciyər protoklarında görürsünüz ki, toxma sıxlığı yaranır. Həmçinin görürsünüz ki, pi infiltrasiyasının olması, pi distrofiyası yaranır. Bunların hamısını təmizləmək üçün, yenə də qeyd edirəm, ödün yuyulması prosedurası çox gözəl nəticə verir. Ona görə ki, siz müalicə dedikdə, təbii ki, bunu müalicə etmək vaxtında aşkarlanarsa, çox gözəl müalicə etmək mümkündür. Çünki insan orqanizmi belədir ki, biz daimi qidalanırıq, daimi soyuqla, istilə, istər dərmanlardan istifadə etməklə, ya içkilərdən müəyyən miqdarda istifadə olunan insanlar var ki, bəzən həddindən artıq alkollu içkilərə görürsən, alidə insanlar var. Bunlar hətta görürsünüz ki, heç vaxt qaraciyərdən şikayət etmirlər. Onlar daimi köpdən, qəyirmədən, ürəkbulanmadan, belə hallardan işləyir və uzun müddət belə insanlar görürsünüz ki, mədə bağırsaq xəstəliklərindən müalicə alırlar ki, bu da onlara istənilən nəticəni vermir. O uzun müddət bizim klinikaya əksərən gələn xəstələr, bütün klinikalar demək olar ki, gəzib gələn xəstələrdir. Gün ərzində elə bir klinikanın xəstəsi yoxdur ki, bizim klinikaya müraciət etməsin. Ona görə ki, bizdə təbii üsullarla müalicə mərkəzi olduğu üçün, onlar dərmanlardan, həmin iynələrdən, həmin o toksiki görürsünüz, zəhərlənmələrdən bezib gələn insanlardır ki, bu da ki, görürsünüz ki, bizdə istənilən nəticəni almaq mümkündür. Ona görə ki, bizdə ilk öncə bütün xəstəliklərdə sırf orqanizmin təmizlənməsi aparılır ki, orqanizm bütün o toksinlərdən təmizləndikdə o intoksikasiyanı aradan qaldırmaq mümkündür. İntoksikasiya, yəni öyümə, qusma, ürəkbulan, bu kimi halları aradan qaldırmaq üçün orqanizmin tam təmizlənməsi vacibdir. Ona görə ki, orqanizmdə yediyimiz hər bir qidanın, qəbul elədiyimiz hər bir şeyin çöküntüsü vardır. Ona görə bunları orqanizmdən təmizləmək, yəni şlaklardır, bağırsaq daşlarıdır, bağırsaq qaraciyər, məsələn, yığılıb yüklənmiş toksinlərdir. Bunları orqanizmdən yəni təmizləmək üçün, çıxarmaq üçün həmin biz proseduradan istifadə edirik ki, burada təbii ki, həm allergik reaksiyalardan qaçmaq mümkün deyil.
qaraciyər xəstə olan insanlarda səpkilərin olması, dəridə yaranan tünd qəhvəyi ləkələrin olması. Yaşlı insanlarda əgər fikir vermirsinizsə görərsiniz ki, korичневый halqa ləkələr əmələ gəlir. Bu ləkələrin hamısı demək olar ki, qaraciyərin funksiyası pozulduqca demək olar ki, əmələ gəlir. Verilən müalicələrin içərisində, yəni ödün yuyulması prosedurası bütün orqanizmdə olan toksinlərin, şlakların, bağırsaq daşlarının təmizlənməsi üçün əvəz olunmaz bir müalicə metodudur və tək burada yuyulma, bəzən ev şəraitində aparılan dubajlardan istifadə edilər. Bu belə deyil. Burada sırf ondan sonra yenə də təkrar biz müalicə tətbiq edirik ki, həmin bir ay müddətində həmin xəstələr o prosedurlardan sonra yenə də həmin müalicələri alırlar və burada sırf təbii dərman bitkilərindən hazırlanmış dəmləmələr, siroplar və təbii ki, burada verilən dərman bitkilərindən hazırlanmış dəmləmələr çox demək olar ki, orqanizmdə olan patologiyaları aradan qaldırmaq üçün əvəz olunmaz bir vasitədir. Doğrudan da ümumiyyətlə evdə həkim nəzarəti olmadan, həkim göstərişi olmadan evdə hər hansısa bir müalicənin aparılması doğrudan da heç məsləhət deyil və biz mövzumuzu davam etdirəcəyik. Ancaq mən tamaşaçılarımızın nəzərinə bir elanı çatdırmaq istəyirəm. Nərgiz klinikasında Qurban Bayramı münasibəti ilə aksiya keçirilir. Yəni ayın 15-dən 25-nə qədər Nərgiz klinikasında Aleksandrit lazer aparatına 80% endirim olunacaqdır və Imedis aparatına 50% endirim olunacaq. Bilirik, Imedis aparatı bu qurtların müayinə və müalicəsi üçün nəzərdə tutulmuş aparatdır. Bax, bu aparata da 50% endirim olunacaq. Bir daha nəzərinizə çatdırım ki, bu ayın 15-dən 25-nə qədər davam edəcək. Əgər istəyiniz, arzunuz varsa, buyurun Nərgiz klinikasına müraciət edin. Bax, belə Məlahət xanım, davam edirik mövzumuzu. Bax, deyirsiniz ki, doğrudan ödün yuyulması çox müsbət təsir edir, hətta qaraciyarın müalicəsinə. Ancaq sırf qaraciyarın özünün müalicəsi necə aparılacaq? Bax, o deyək, ödün yuyulmasından sonra. Burada təbii ki, biz öz dərman bitkilərimizdən geniş istifadə edirik və burada verilən dərmanlar və dəmləmələr həmin o təmizləyici rol oynayır ki, qaraciyər protoklarını təmizləyir, mədə altı vəzdə qalan öd qalığını təmizləyir və öd kisəsinin demək olar ki, funksiyasını bərpa edir. Təbii ki, öd kisəsində yaranan durğunluq qaraciyəri yükləmək deməkdir. Ona görə ki, qaraciyərdən filtravasiya olunan həmin öd məhsulu, öd turşusu həzmi yaxşılaşdırır. O tam durğunluq yarandıqda görürsünüz ki, qaraciyərdə də demək, yüklənmə yaranır. Və burada intoksikasiya, toksiki hal müşahidə olunur ki, bu da orqanizmdə ürək bulanma, bayaq qeyd elədiyim kimi öyümə, qusma hallarının çox olması. Bəzən belə insanlarda uzun müddət qəbizlik olur. Ən çox da bu yaşlı insanlarda olur ki, bunlar yaşlı insanlar uzun müddət, məsələn, dəmləmə çaylardan istifadə edirlər. Burada durğunluq yaranır. Durğun həyat tərzi özü demək olar ki, bunun qaraciyərin yüklənməsinə gətirib çıxarır. Onu da yaddan çıxarmaq olmaz ki, öd kisəsinin funksiyasının normal fəaliyyəti, mədə-bağırsaq sisteminin, həzm sistemi orqanlarında başlıca rol oynayan öd turşusunun normal ifrazatı orqanizmdə demək olar ki, həmin yüklənmədən orqanizmi azad edir. Həmçinin də yaddan çıxarmaq olmaz ki, qaraciyəri xroniki hepatiti olan insanlar ən azından ildə 2 dəfə müalicə tətbiq eləməlidir və yaşlı insanlar, orta yaşlı insanlar isə bəzən qadınlarda görürsünüz ki, klimakterik devirdə həddindən artıq kəskinliklər meydana çıxır. Həddindən artıq öd kisəsində, qaraciyərdə ağrıların artması müşahidə olunur. Sağ qabırğa altı nahiyədə bu ən çox ödün demək olar ki, funksiyasının pozulmasından paralel gedir. Klimakterik devirdə olan xanımların əksəriyyəti bunlar baş ağrısından, ürək bulanmadan, diskomfort, bəzən bunlar osteoxondrozun müalicəsini aparırlar uzun müddət. Görürsünüz ki, baş ağrılarından əziyyət çəkirlər. Amma o toksinlərin, o infeksiyaların, virusların müalicəsi aparıldıqda, orqanizm saflaşdıqda və həmin toksinlər bədəndən xaric olduqda, orqanizm özünü çox yüngül və rahat hiss edir. Məlahət xanım, ümumiyyətlə, bax, belə deyək, həzm sistemində iştirak edən orqanlar, bunların müayinəsi necə keçməlidir? Sadəcə ultrasəs müayinəsi ilə kifayətlənmək olar, yoxsa digər müayinələrə də? Çünki qaraciyər də elə, yəni ora aid olduğu üçün, yəni bu sualı sizə verirəm, buyurun.
Təbii ki, qaraciyər öd xəstəliklərində, yəni təbii ki, ultrasəs müayinəsi, bizdə rəngli Dopplerlə ultrasəs müayinəsi var ki, bu, yəni Doppler vasitəsilə biz o qaraciyərin funksiyasının tam yoxlanılır və həzm sistemi orqanları dedikdə isə bizdə Olympus, Yaponiyanın istehsalı olan Olympus aparatı var ki, endoskopik müayinə ilə mədə bağırsaq sistemi xəstəliklərinin tam aşkarlanması müşahidə olunur. Amma belə götürdükdə həm laborator müayinələr başlıca yer tutur qaraciyər xəstəliklərində, həm ultrasəs müayinəsi daha önəmlidir. Çünki bir çox müayinə metodları var. Ən dəqiq laborator müayinədir ki, laborator müayinə zamanı biz son vaxtlarda məsələn bir çox xəstələr uzi müayinəsi zamanı aşkarlanan görürsünüz ki, kistalar olur, eknokok olur. Məsələn, əgər görürük ki, məsələn, o xəstələrin ki, müalicəsi mümkün deyil, təbii ki, bunlarda eknokok olduqda mütləq cərrahi əməliyyat məsələn, biz yönəldirik xəstələrimizi. Əgər böyük kistə olarsa, həddindən artıq, məsələn, ağır formada olan xəstələrimizi biz stasionarlara yönəldirik və həmin xəstələrin düzgün istiqamətdə müalicə aparmasına biz daha çox önəm veririk. Çünki əgər xəstə, hər bir xəstə klinikanın imici, klinikanın ən böyük yüksək dəyəri onun xəstələrinin sağalmağıdır. Ona görə bizim klinikamızda aparılan müalicələr və müayinələrə daha diqqətli nəzər yetiririk. Ona görə ki, qaraciyər xəstəliklərində çox diqqətli olmaq lazımdır. Burada bir çox xəstəliklərdən yaranan səbəblər tərəfindən, məsələn, görərsiniz ki, qaraciyər yüklənə bilər. Yəni, orada biz ilk öncə, yenə bayaq qeyd elədiyim kimi, ən çox biz üstünlük veririk qaraciyərin, orqanizmin təmizlənməsinə. İstər bütün xəstəliklərin, hansı xəstəlik olur olsun, biz burada həm drenaj, sonradan immun sistemin bərpası, məsələn, hepatitli xəstələrimiz var ki, onlarda biz tam özümüz, məsələn, hərdən belə təəccüb edirik ki, çox gözəl nəticələr alırıq. Ona görə ki, qaraciyər hepatitlərinin sağalması bugünkü günü dünyada aktual bir mövzudur. Yəni, hepatit B-lərdə biz çox nəticə alırıq. Hepatit B olan virusu olan xəstələrimizin tez bir vaxtda, hətta bir neçə klinikada, bir neçə yerlərdə analizlər gətirirlər ki, hepatit virusunun tam itməsi müşahidə olunur. Ona görə bizim klinikada aparılan müalicələrin içərisində qaraciyərin drenajı, həmçinin də qaraciyərin müalicəsindən sonra onun immun sistemin bərpası mütləq şərtdir. Ona görə ki, orqanizmin immunitetinin möhkəm olması bütün xəstəliklərin demək olar ki, dəf olması deməkdir. Və mən tamaşaçılarımızın bir daha nəzərinə çatdırmaq istəyirəm ki, Qurban Bayramı münasibəti ilə, yəni ayın 15-dən 25-ədək Nərgiz klinikasında aksiya keçirilir. Aksiya nələr daxildir? Deməli, Aleksandrit lazer aparatına 80% və Imedis aparatına 50% endirim olunacaq. İstəyənlər ayın 15-dən 25-ədək Nərgiz klinikasına müraciət edə bilərlər. Və vaxtımızı bilmək istəyirəm. Daha bir sualımıza vaxtı varmı? Belə Məlahət xanım, təəssüflər olsun. Verilişimizin sonuna çatdıq. Təşəkkür edirik sizə studiyamıza gəldiyiniz üçün. Əziz tamaşaçılarımız, qaraciyər xəstəlikləri haqqında danışdıq. Studiyamızın qonağı isə Nərgiz klinikasının baş həkimi Məlahət Qəhrəmanova idi. Bax, belə əziz tamaşaçılarımız, daha bir verilişimizin sonuna çatdıq. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.